mən bəzən elə qənaətə gəlirəm ki, bir çox gözəl təşəbbüslərdən, yeniliklərdən ümumiyyətlə bizim vətəndaşlarımızın xəbəri olmur. Çünki maraqlanmırlar, lazımi verilişlərə baxmırlar. Çünki hər proqramda, xəbər formatlı proqramlarda bu barədə də danışılır. Bizdə məsəl üçün bir neçə proqramımızda belə materiallar efirə gedir. Arada bu tərəfə də baxın, xəbərimiz olsun. Elə indi o gözəlliklərdən, o gözəl fürsətlərdən birindən danışacaq. Bəzi marketlərdə elə olur ki, marketlərin özü də bilmir, heç təqaüdçü özü də bilmir. Amma əslində belə bir şey var və daha ətraflı bu barədə bizə Günə Doğrunun materialında əməkdaşımız danışacaq. Qulaq kəsilin, xəbəriniz olsun. Artıq 2 ildir ki, Dövlət Sosial Müdafiə Fondu sosial ödəniş alan şəxslərə dəstək məqsədi ilə Sosial Tərəfdaş adlı layihəyə başlayıb. Bu proqram çərçivəsində müxtəlif xidmət və ticarət sahələrində əlillərə, şəhid ailələrinə və digər həssas sosial qruplara müəyyən güzəştlər və endirimlər təqdim edilir. Qeyd edək ki, Sosial Tərəfdaş layihəsi ölkənin müxtəlif bölgələrində bir çox tərəfdaşlarla işləyir. Tərəfdaş şirkətlərin siyasi ilə saytda yaxud mobil tətbiqə daxil olub partnyorlar bölməsində endirimlə tanış olmaq mümkündür. Bəli, buna diqqət yetirin və sayılan bax bu həssas qruplar hökmən yanında gənclər varsa deyin ki, girsin saytdan araşdırsın. Bir də onu deyim ki, özəl klinikalarda endirim var, təqaüdçülərə də həmçinin. Amma dövlətin klinikalarında icbari tibbi sığorta işləyir və tamamilə ödənişsiz oradan müalicənizi, diaqnostikanızı ala bilərsiniz.